həqiqətənmi Qurani-Kərimdə yahudilər lənətlənib? Məncə hə. Nəyə əsasən? Yahud ən azından nə bilim, yəqin ki, yaxşı olmadıqlarına görə. Oxumuşam, həqiqətən lənətlənib. Bu nəyə əsaslandıra bilərsiniz? İndi biz keçmişəm, mən Qurandan danışamaram axı. O ayəni bilirsiniz ümumiyyətlə? Yox. İşitdiyimdən bilirəm, yahudilər lənətlənib. Deyə bilmərəm. Məncə amma dindirsə lənətlənilməz çünki. Hamı insandır. Allah insanı yaradıbsa, onu Yahudini də yaradan Allahdır, müsəlmanı da yaradan Allahdır. Ona görə də inanmıram lənətlənib. Səbəbini bilmirəm, amma xeyr inanmıram elə şeyə. Qurani-Kərimi mən polnusda oxumamışam deyənə, belə deməyim düzgün olmaz, amma bilirəm ki, əgər nəyisə tam bilmirsənsə Qurandan, onu desən, səhv çıxıb günaha batmaq olar. Ona görə ki, mən istəməzdim deyim. Sizcə Qurani-Kərimdə həqiqətənmi yahudilər lənətlənib? Bəli, Quran-Kərimin tərcüməsinə qulaq asmışam. Lənətlənib. Hamısı yox. Hansı ki, o kitabəni onların Allah Taala tərəfindən göndərilən kitabə var onlara. Hansıların ki, əli olub onların o kitabənin dəyişilməsində həmin yahudilər bəli, həqiqətən də lənətlənib. Çox Quranda belə bir ayədə var, çox cüzi bir qismdən başqa hamısı cəhənnəmli idi. Ayəni deyə bilərsiniz? Yox, ayəni belə əzbər deyə bilmərəm, amma onun tərcüməsinə qulaq asmışam. Əlbəttə ki, lənətlənib. Nəyə əsasən deyirsiniz bunu? Mən də elə eşitmişəm. O ayəni bilirsinizmi? Ayəni. Yox. Məncə yox. Məncə yox. Niyə? Çünki onlar lənətlənsəydi, Qurani-Kərim dini kitabdır da, müqəddəs 4 kitabdan biridir və yahudilərin də öz müqəddəs kitabları var. Onlar da Tanrı buyurub. Əgər məncə bizim dinimizdə heç bir insanın lənətlənməyi ola bilməz, mümkün deyil. Çünki onlar da insandır, biz də insan. Onlar da Allah yaradıb bizi də. O mümkün deyil ki, yəni onlar lənətlənsin mənim fikrimcə. Yox, mən inanmıram. Vallahi mən Quranı oxumamışam, ona görə deyə bilmərəm. Maraqlanmamışam. Həqiqətənmi Qurani-Kərimdə yahudilər lənətlənib? Yəqin ki. Nəyə əsasən? Mən özüm 1-2 ayə oxumuşam, oxumuşam yəni ümumiyyətlə. Yazılı burada elə bir şey var. Qurani-Kərimdə həqiqətənmi yahudilər lənətlənib? Xeyr. Mən onu bilmirəm axı. Elə yazılıb, to есть məncə deyil, Quranca, to есть Quranda yazılan kimi orada lənətlənib. Elə bir şey var orada. Amma yenə də axıra hər şey Allahın işidir, to есть. Bəs Mən ümumiyyətlə dinlə maraqlanmıram. Məlumatım yoxdur, yalan deyirəm. Mən təmiz Azərbaycanlıyam, mən şəhidəm, mən içəri şəhərdə qalıram. O söhbətlər boş söhbətlərdir. Мы многонациональный город. Çoxunun fikrincə hə, amma məncə yox. Mənə elə gəlir ki, yox. Məncə yox. sizcə həqiqətənmi Qurani-Kərimdə yahudilər lənətlənib? Əlbəttə ki. Nəyə əsasən? Yahudizlər də. Mən bilmirəm. Bəli. Bəli. Nəyə əsasən? Yəqin ki, səhvi çox olub, yəni günahları çox olub ona görə. Sizcə deyəndə ki, elə yazılıb. O ayəni bilirsiniz? Elə yazılıb. Baxıb görə bilərsiniz.